Yolları, mənzərələri və unudulmaz anları kameranın yaddaşına, hissləri isə qəlbimizə yazmağa gəldik. Yeni videoda hər birinizi xoş gördük. Yeni abu-hava, yeni kadrlar və biz. Salamlar hər kəsə. İndi qarşımızda dayanan bu möcüzəyə baxın. Şuşanın qoynunda Daşaltı çayının kənarında yerləşən məşhur çətir bulağı. Təbiət burada sanki bir heykəltaraş kimi işləyib. Sıldırım qayaların arasından süzülən su əsrlər ərzində elə bir forma yaradıb ki, uzaqdan baxanda qayanın özü nəhəng bir çətiri xatırladır. Yuxarıdan damcılayan su damlaları çətirin kənarlarından süzülərək unikal bir təbii pərdə əmələ gətirir. Bura gələn hər kəs suyun səsinin yaratdığı o xüsusi harmoniyanı hiss edir. Havanın temperaturundan asılı olmayaraq bulağın ətrafında həmişə fərqli bir sərinlilik, ruhu dincəldən bir sakitlik var. Diqqətlə baxın, suyun qayanın üzərindən yaratdığı yaşıl mamır örtüyü mənzərəyə tamamilə fərqli bir rəng qatır. Buranı fərqli edən əsas məqam odur ki, çətir bulağı təmiz kars məşəli bir bulaqdır. Yəni su qayaların daxilindəki əhəng daşını əridərək özünə yol açır və bu unikal çöküntü formasını, travertin strukturunu formalaşdırır. Yağış suları havada və torpaqda olan karbon qazını udaraq zəif bir turşuya çevirir. Bu su əhəng daşı qayalarının üzərinə düşəndə qayadakı çatlara sızır və min illər ərzində o suxurları yavaş-yavaş əridib özünə yol açır. Məhz bu kars prosesi sayəsində dünyadakı möhtəşəm yeraltı mağaralar, dərin quyular, stalaktit və stalamgitlər, yəni mağara tavanından sallanan və yerdən boylanacaq formalar əmələ gətirir. Şuşadakı çətir bulağında da proses belə işləyir. Su qayanın daxili ilə süzülərək gəlir, oradakı mineral maddələri əridir və çölə çıxıb hava ilə təmas edəndə həmin maddələr çökərək o bənzərsiz yaşıl, mamırlı çətir formasını saxlayan travertin suxurlarını qurur. Travertin kalsium karbonatla zəngin olan isti və soyuq mineral bulaq sularının yer üzünə çıxaraq çökməsi nəticəsində yaranan unikal bir daş növüdür. Yəni bir növ təbii çökmə suxurudur. Yeraltı sular qayaların arasından keçərək gələndə orada əhəng daşını əridir və özü ilə bol miqdarda kalsium daşıyır. Su yer üzünə çıxanda təzyiq dəyişir. Suyun tərkibindəki qazlar havaya uçur və suda həll olunmuş həmən minerallar qayanın üzərində çöküntü qoymağa başlayır. Zamanla bu çöküntülər qat-qat yığılaraq bərkiyir və travertin daşını formalaşdırır. Travertinin ən böyük xüsusiyyəti onun biraz süngərə bənzəməsi, yəni məsaməli olmasıdır. Suyun çıxdığı yerdə olan bitkilər, mamırlar və hava qabarcıqları daşın içində kiçik boşluqlar və bənzərsiz naxışlar qoyur. Şuşadakı çətir bulağını möcüzəvi edən məhz bu daşın xüsusiyyətidir. Kars suları qayadan süzüldükcə orada travertin qatı yaradır. Həmin travertin daşının üzərində isə rütubətdən yaşıl mamırlar bitir. Daş həm möhkəmdir, həm də suyun təbii axınına uyğun formalaşdığı üçün əsrlər boyu o çətir formasını qoruyub saxlaya bilir. Travertin həm də dünyada çox məşhur bir tikinti və bəzək materialıdır. Məsələn, İtaliyanın paytaxtı Romadakı məşhur Kolizey demək olar ki, tamamilə travertindən tikilib. Dünyaca məşhur Türkiyənin Pamukkale travertləri də məhz bu prosesin yaratdığı ağappaq təbii hovuzlardır. 10 illiklər boyu bura Şuşaya gələn səyyahların, təbiətsevərlərin ən sevimli dayanacağı olub. İndi bu tarixi və təbii irs yenidən canlanır, öz qonaqlarını qəbul edir. Bu gözəlliyi kadrda saxlamaq bizim üçün böyük bir xoşbəxtlikdir. Şuşa şəhərinin yaxınlığında dərinliyi ilə seçilən məşhur Daşaltı dərəsində, Daşaltı çayının tam sahilində yerləşir. Bulaq min illər ərzində mineral suların qayaların üzərində yaratdığı travertin əhəngli tuf çökmələri nəticəsində bu formanı alıb. Suyun töküldüyü qaya parçasının forması bütöv bir çətiri xatırlatdığı üçün yerli cəmaət tərəfindən bu cür adlandırılıb. İndi kadrda gördüyünüz bu coşqun dalğalar Kəlbəcərin can damarı olan Tərtər çayıdır. Bu çay sadə bir su axını öhdəliyindən çox daha artığıdır. O, dağların azad ruhunu daşıyır. Tərtər çayı mənbəyini dəniz səviyyəsindən düz 3120 metr yüksəklikdən Murovdağ və Şərqi Göyçə silsilələrinin qovuşduğu yerdən götürür. Onun əsas qaynağı Kəlbəcərin saf yeraltı suları
Bulaqları və zirvələrdəki əriyən qarlarıdır. Dağların qoynundan süzülüb gələn bu təmiz su yol boyu dərin dərələri yararaq unikal relyef formalaşdırır. Təbiətin bu güclü ritmini hiss etmək və kadrda dondurmaq tamamilə fərqli bir duyğudur. Baxın, bu mənzərə əsrlər boyu davam edən qədim bir ənənənin yenidən dirçəlişidir. Laçının zəngin yaylaqlarına doğru irəliləyən qoyun sürüləri, malqara köçü dağların sükutunu pozub buralara can verir. Təbiətin bu canlı hərəkəti insanın ruhunu təzələyir. Buraların yaylaqları heyvandarlıq üçün əsl cənnətdir. Dağların zirvələrindəki yamyaşıl otlaqlar, alp çəmənlikləri hər tərəfi yaşıl bir xalı kimi bürüyüb. Həddindən artıq bol ot örtüyü buraları heyvanlar üçün bənzərsiz bir qidalanma sahəsinə çevirir. Ən əsası isə saf buz kimi soyuq su mənbələridir. Hər dərədən fışqıran bulaqlar, dağ çayları sürülərin yolunu bərəkətli edir. İllər sonra Laçın kəndləri öz əsl sahiblərini, yerli təsərrüfat havasını yenidən bağrına basır. Heyvanların səsi uca dağların əks-sədası ilə birləşir, hər küncdə fərqli bir hərəkətlilik yaradır. Bu əlverişli şərait, təmiz hava və zəngin təbiət buralarda heyvandarlığın gələcək gücünü göstərir. Bu doğma canlanmanı addım-addım gerçəkləşən köç fərəhini kadrda saxlamaq bizə xüsusi bir zövq verir. Şəhərin hər addımında tarixin yenidən yazıldığını hiss edirik. Xankəndinin gündüz aydınlığı bizə onun memarlığını, geniş küçələrini bütöv möhtəşəmliyi ilə təqdim edir. Bəs birdən-birə göy üzünü bürüyən o buludlar və başlayan yağış necə? Damcılar şəhərin üzərinə düşdükcə kadrlar tam fərqli bir dərinlik qazanır.
Yağışın yuyub təmizlədiyi bu küçələr, nəm asfaltın üzərində əks olunan işıqlar Xankəndiyə romantik və sirlə dolu bir ab-hava bəxş edir. Təbiət sanki şəhərə xüsusi bir rəng qatır. Hava qaraldıqca Xankəndi tam başqa bir libasa bürünür. Budur gecənin heyran edici görüntüləri. İşıqlandırma sistemləri, parklar və binalar qaranlığı yararaq şəhərin müasir simasına, dinamik nəbzinə işıq tutur. Gündüzün o sakit, yağışlı havasından əsər əlamət qalmır. İndi qarşımızda parıldayan, gələcəyə addımlayan canlı bir şəhər var. Xankəndin həm romantik gündüzünü, həm də bu bənzərsiz gecə enerjisini eyni anda yaşamaq buraların sehrini 1-ə 5 artırır. Bir şəhər, amma iki tam fərqli dünya. Təbiətin yağışla toxunduğu gündüzdən işıqların bəzədiyi müasir gecəyə qədər Xankəndi bizə unutmayacağımız kadrlar bəxş etdi. Əgər siz də bu fərqli atmosferi bizimlə birlikdə hiss etdinizsə, videonu bəyənməyi və kanalımıza abunə olaraq növbəti böyük macəraları qaçırmamağı unutmayın. Hələ kəşf ediləcək çox yolumuz var. Növbəti kadrlarda görüşənədək özünüzə yaxşı baxın, hələlik.